Hər vaxtınız xeyir olsun. Koreografın bugünkü dərsində sizlərlə kitab üzvlüklərinin hazırlanması haqqında danışacağıq. Mən internetdən belə bir kitab götürmüşəm və ona uyğun olaraq da şəkilləri axtarış edərək tapmışam. Siz də istədiyiniz şəkilləri Pinterestdən, Google'dan axtarış edərək rahat şəkildə tapa bilərsiniz. Daha sonra isə kitab hazırlayarkən diqqət etməli olduğumuz ən əsas bir məsələmiz var. Bu da kitabın vərəqin ölçüsünü düzgün müəyyənləşdirməkdir. Kitab hazırlayarkən A5, A4, B5, A6 və yaxud da custom vasitəsilə istədiyiniz ölçülərdən də istifadə edə bilərsiniz. A5 vərəqi daha çox nədə istifadə olunur? Əvvəlcə qeyd edim ki, biz buradan pick tool alətinə toxunub boş yerə toxunuruq və bu hissədən A5-i seçirik. A5-in ölçüsü 148-in 210-u olur. Yəni vərəq ölçüsü A4-ə nisbətən biraz daha kiçik ölçüdədir. Bu da daha çox romanlar, hekayə kitabları və s. ola bilər ki, dərs vəsaitlərində istifadə oluna bilər. Hətta çap üçün də ən sərfəli olan demək olar ki, A5 ölçülərdir. Bir də A4 ölçülərimiz var. A4 daha çox dərsliklər, jurnallar, məsələn, kataloqlar, bu tipli kitablarda istifadə olunur və ölçümüz də 210-un 297-yədir. Daha sonra B5 vərəqimiz var. Məsələn, B5 A5-dən böyük, A4-dən isə kiçikdir. Bu da jurnallarda, yenə də bəzi kitablar ola bilsin ki, istifadə oluna bilər. Ümumiyyətlə, kitab hazırlayarkən ölçüləri biz müəyyənləşdirdikdə, məsələn, hər hansı bir şəxs bizə müraciət edərkən, ölçünü özünün deməsi daha düzgün olar ki, biz də hazırlayarkən daha böyük, daha kiçik ölçü yox, standart hər hansı bir şəxsin istədiyi ölçünü rahat şəkildə qeyd edə bilək. Bir də A6 ölçümüz var. A6 da cib kitabları, yəni daha kiçik ölçüdə olan kitablar üçün istifadə olunur. Ölçü isə 105-in 148-ədir millimetrlə. Əgər biz əl ilə ölçü yazmaq istəyiriksə, bu da daha çox, belə deyim, yenidən bəzi kitablarda lazım ola bilər. Bunun üçün sadəcə custom seçirik və yuxarı hissəyə 130, aşağı hissəyə isə 200 qeyd edirik. Avtomatik vərəqimizə ölçü verilmiş olacaq. Hətta 140-ın 210-a da etmək olar. Bu göstərdiyim vərəq ölçülərinin hər birini qeyd edərkən çalışmalıyıq ki, bizim bu hissədə portret yox, albomlu olsun vərəqimiz. Çünki biz səhifəni, baxın, burada olduğu kimi 3 bərabər hissəyə bölməliyik. Mən A5 vərəqindən istifadə edirəm. Hələ ki, təbii ki də bu vərəqin ölçüsü A5-dir yoxsa yox, onu ancaq ölçərək müəyyənləşdirə bilərik. Sadəcə göz ayarı dizaynı qurmaq üçün bu ölçüdən istifadə edəcəm. Sağ tərəfi qeyd etdik. Sol tərəfdə də şəkillərimizi biraz daha, hətta burada qala bilər əslində, amma bizə yaxın məsafədə olmağı daha yaxşıdır. Rəng tonu qeyd edilib. Burada kiçik kölgələr var. Əslində kitab 3 səhifədən ibarətdir və səhifənin 3-ü də eyni rəng tonundadır. Buna görə mən də eyni tondan istifadə edəcəm. İstəsəniz 3 bərabər hissəyə də bölə bilərsiniz və yaxud da layoutdan page background keçmişdik. Bu hissədən said olan hissənin rəngini rəng tonu ilə seçərək də istədiyimiz rəng tonunda edə bilərik. Sadəcə olaraq mən 3 bərabər, daha doğrusu 2 bərabər, bir isə burada kiçik bir ölçü var, bu formada edəcəm. Bunun üçün vərəq ölçünü biraz daha geniş bir ölçüdə saxlayıram ki, rahat şəkildə ekranı görə bilək. Daha sonra rectangle alətimi götürürəm və kənar hissələrinə müəyyən məsafələr qalacaq şəkildə belə bir ölçü verirəm. Hətta yuxarı və solda olan xətkeşlərlə ölçünün düzgün olub-olmadığında özünüz baxa bilərsiniz. Məsələn, bu hissəyə qədər saxlaya bilərik. Məsələn, diqqət etsəz yuxarıda 100 qeyd edib, hətta biraz da ola bilər məsafəsi. Məsələn, mən buradan artıq deyək ki, bu hissədə saxlamışamsa, artıq bilirəm sağ tərəfdən də 2 nöqtə və yaxud da 3 nöqtə məsafə buraxmalıyam.
Həmçinin bunun üçün yenidən məsafəsi eyni olacaq şəkildə yeni bir fiqur əlavə edirəm. Və bunu da məsafəsini 3-də saxlayıram. Daha sonra Ctrl-D ilə kopyalayırıq və digər hissəyə də eyni fiqurun kopyasını əlavə edirik. Bunları etdikdən sonra kənar hissələrdə məsafə olaraq eyni qala bilər və yaxud da məsafəsi çox ola bilər. Ctrl-D ilə bu üsuldan da istifadə edə bilərsiniz və yaxud da kənarda qalan hissəni də yenidən böyük ölçü olaraq da götürə bilərsiniz. Yəni, bu artıq bizim istəyimizdən asılıdır bir növ. Mən bu üsuldan istifadə edirəm və yenidən orta hissəni də əlavə etdik. Daha sonra isə genişləndiririk ki, məsafələrin düzgün olub olmadığını buradan dəqiq şəkildə baxa bilək. Sağ tərəfdə olanla biraz digərinin arasında məsafə var. Bunları bərabərləşdirməliyik. Həmçinin aşağı hissədə də eyni qaydada məsafə buraxılıb. Biraz daha yuxarıya gəlməlidir. Biraz geniş ölçüdən istifadə edirəm ki, məsafəni dəqiq şəkildə müəyyənləşdirə bilim. Belə. Bunu etdikdən sonra rəng tonunu müəyyənləşdiririk və onu da qeyd edim ki, məsafə buraxmağımın səbəbi kitab üzlüyünü printerdən, çapdan çıxartdığım zaman artıq hər hansı bir problemin yaşanmamasıdır. Bunun üçün də çalışıram ki, kənar hissələrdən müəyyən qədər məsafələr buraxım. Daha sonra bu hissədən, colordan rəng tonunu seçərək bu hissəyə əlavə edirəm. Həmçinin kənarlara yaxınlaşıb kənarında rəng tonunu dəyişirik. Yenidən select alətini seçirik və eyni qaydada eyni əmri orta və sağ hissəyə də əlavə edirik. Hətta bu hissənin rəng tonu biraz daha fərqli bir tondadır. Əslində eyni rəng tonunda da ola bilər. Çünki dediyim kimi normalda bu rəng tonunda qalmamalıdır mənə görə. Çünki kənar hissələri biraz daha fərqlidir. Buna görə mən kənar hissədən rəng tonu seçəcəm ki, biraz eyniləşdirmiş olaq. Əslində biraz da baxaq. Qala da bilər əslində. Çünki çox açıq bir tonda da deyil. Əslində bu formada da saxlaya bilərik. Belə də qala bilər. Daha sonra isə yazılar yazılır. Hər hansı bir şəkil varsa şəkilləri əlavə olunur. Məsələn, mənim ön səhifəmdə belə bir şəkil əlavə ediblər. Mən də eynən həmin o şəkili ekranda mərkəz olacaq şəkildə yerləşdirirəm. Biraz daha hətta aşağı hissələrə də gələ bilərik. Daha sonra belə bir şəklimiz var. Bu şəkli də yerləşdirə bilərik. Biraz daha sağ hissədə. Və qarşısında da bəzi sözlər ki yazılıb, o məlumatları ekrana əlavə etməlisiniz. A hərfini götürürəm, tekst alətin və yazını yazmağa başlayıram. Birinci pick tool alətini seçirik. Yuxarı hissədən yazı tipini eyni yazı tipi olaraq dəyişə də bilərik. Bunun üçün biraz axtarış edib tapmaq lazım olacaq. Və yaxud da qalındırsa, əgər qalınlaşdırmaq, mərkəz sağ-soldursa, müəyyən formada bu dəyişiklikləri etmək olur. Və yaxud da sadəcə bir sözü seçib, sadəcə bir sözü daha qalın, digərini ona nisbətən daha normal formada da saxlaya bilərik. Yazını da həmçinin olduğu kimi ekrana əlavə edirəm. Hətta ikinci yazı birinciyə nisbətən biraz daha kiçik ölçüdədir. Yenidən onu seçib, sadəcə o yazıya olacaq şəkildə ölçülər verirəm. Qalınlıq olmaya da bilər əslində, çünki qalın deyil. Sadəcə məncə biraz ölçüsü böyük ölçüdə qalmalıdır.
Bu çox böyük olar, amma bu müəyyən qədər yaxşı bir ölçüdür. Hətta 34. Belə də qala bilər. Belə. Daha sonra isə digər yazıları da yazıb dizaynımızı yekunlaşdıra bilərik. Məsələn, mən əgər eyni yazı stilim varsa, sadəcə seçib Ctrl+C ilə kopyalayıram və Ctrl+V ilə əlavə edirəm. Daha sonra üzərinə bir dəfə toxunub bu formada yazıya dərəcə veririk. Hətta yuxarı hissədən düzgün olsun deyə 90 dərəcədə də saxlaya bilərik. Yazını aşağı hissədə olacaq şəkildə yerləşdirirəm. Eyni qaydada bunu yuxarıda olan yazı üçün də təkrarlaya bilərik. Ctrl+C, Pick Tool alətini seçirik və Ctrl+V. Yenidən dərəcə verək. Ölçüdə hər hansı bir böyüklük varsa, kənar hissələrindən ölçünü tənzimləyərək yazıları bərabərləşdirə bilərsiniz. Eyni yazı sol tərəfdə, aşağı hissədə də yenidən kopyala yapışdır edə bilərik. Dizaynda isə yazıları tamamlayıb Ctrl+P ilə çapa verdikdə avtomatik istədiyimiz nəticəni almış olacaq. Bu hissədə barkodların yaradılmasını qeyd ediblər. Bu tipdə barkodlar yaratmaq üçün biz istifadə edirik. Doğrusu hər kompüterdə fərqli yerlərdədir. Məsələn, məndə baxıram ki, harda qeyd olunub. Versiyanı dəyişmişik deyə yerlərində də dəyişikliklər var. Bir dəqiqə. Məndə editdədir. Bəzilərində bu hissədə olur, bəzilərində view bölməsində olur. Yəni dəyişə bilər. Aşağı hissədə insert barkod qeyd olunur. Barkodun üzərinə toxunursunuz. İstədiyiniz barkod tipləri var. Məsələn, burada ikili barkodlar var. Bir barkod qeyd olunub. Məsələn, belə bir formada barkodlar var. Hər birindən istifadə edə bilərik. İstəkdən asılı olaraq, yəni dəyişə bilər. Eyni barkod tipini axtarmaq biraz vaxt apara bilər. Ona görə də mən məsələn bir dəqiqə standart barkoddan istifadə edəcəm. Nümunə kimi istədiyim yazıları yazıram. Ölçüsünü, faizini buradan da dəyişə bilərik. Sonradan da dəyişmək olur onu. Yuxarı hissədən yazı tipini dəyişə bilərsiniz. Aşağıdakı və yaxud da qalın olsun, maili olsun, onları tənzimləmək olur. Mərkəz, sağ, soldan qeyd etmək olar barkodu. Yuxarı hissədə isə ölçüsünü nə qədər olsun müəyyənləşdirə bilərsiniz. Bunu sonradan da etmək olur. Daha sonra isə barkodu yaratdıqda belə bir görüntü alırıq və dediyim kimi ölçünü istədiyiniz qədər kiçildib və yaxud da genişləndirə bilərsiniz. Belə bir barkod əldə etmiş oluruq.